Özgüvənin, özünə inamın tərifini verəcəyik. Buna cavab verə bilmək üçün əvvəlcə özgüvənin nə olmadığını bilməliyik. Özgüvən təkəbbürlü olmaq demək deyil. İnsanın özünü mükəmməl hesab etməsi ilə bağlı formalaşdırdığı bir inanc da deyil. Başqalarını vecinə almamaq və ya başqalarının fikirlərini önəmsəməmək də özgüvən sayılmır. Əksinə, özgüvən sağlam səviyyədə təvazökarlıqla və insanın öz səhvlərindən dərs almaq istəyi ilə yumşaldılmış, öz bacarıqlarına olan dərin inamdır. Bəs özgüvən niyə vacibdir? Gəlin bunu belə düşünək. Əgər biz özümüzə güvənmir və özümüzə inanmırıqsa, kim bizə güvənər və bacarıqlarımıza inanar? Bu həyatda əldə etdiyimiz bütün uğurlar özgüvənimizlə birbaşa əlaqəlidir. Bütün nailiyyətlərimiz özgüvənimizin üzərində qurulur. Özgüvən bizi irəli aparan, məntiqli risklər almağımıza və xəyallarımızın arxasınca getməyimizə imkan verən bir katalizator kimidir. Əlbəttə, özgüvən bir gecədə dərhal formalaşan bir şey deyil. Burada demək istədiyim odur ki, özgüvən üzərində çalışıla bilən, səbirlə inkişaf etdirilən bir bacarıqdır. Buna görə də bacarıqlarımızı inkişaf etdirməyə və bu istiqamətdə səy göstərməyə həvəsli olmalıyıq. Risk almaq və qorxularımızla birbaşa üz-üzə gələ bilmək üçün komfort zonamızdan çıxmalıyıq.